Hiperonim və hiponim anlayışlarına baxaq. Bunlar leksika bölməsində dərsliklərə yeni daxil edilib və müəyyən problemlər yaradır. Hiperonim ümumi anlayışdır və konkret anlayışları əhatə edir. Hiponim konkret anlayışdır və ümumi anlayışlara daxildir. Bu nə deməkdir? Məsələn, deyirik, meyvə. Meyvə ümumi anlayışdır, amma meyvənin növləri alma, armud, nar və s. isə konkret anlayışdır. Deməli, meyvə olur hiperonim, ümumilik bildirir. Alma, armud, nar isə oldu hiponim, konkretlik bildirir. Dilçilik baxımından nümunəyə baxaq. Nitq hissələri. Nitq hissələri, dilimizdə 11 nitq hissəsi var və bu 11 nitq hissəsi, deməli, özü bölünür müəyyən bölgələrə, əsas köməkçi və əsas köməkçi özü də bölünür növlərə. Beləliklə, nitq hissələri hiperonimdir. Onun bölünməsi əsas və köməkçi nitq hissəsi, deməli, nitq hissələri hiperoniminin hiponimidir. Əsas nitq hissələrinin bölündüyü isim, sifət, say və s. anlayışlar əsas nitq hissəsinin hiponimidir. Qoşma bağlayıcı ədad isə köməkçi nitq hissəsinin hiponimidir. Deməli, burada konkretləşmə, bunun 11 nitq hissəsi, konkret nitq hissəsi birlikdə birləşərək ümumi nitq hissələri hiperoniminə daxil olur. Bir ümumi nitq hissəsi hiperonimi isə 11 nitq hissəsi, deməli, hiponiminə ayrılır. Eyni söz həm hiponim, həm də hiperonim kimi çıxış edə bilər. Məsələn, bu nümunəyə baxaq, bitki. Bitkinin bilirik növləri var. Bitki, ağac, kol, ot. Artıq bitki oldu hiperonim, ağac, kol, ot oldu hiponim. Amma ağacın özünün də növləri var. Eləcə də kolun, otun növləri var. Onların növləri isə artıq ağacın hiponimi olacaq. Onda belə bir ardıcıllıqda ağac bitki üçün hiponimdir. Söyüd isə ağac üçün hiponimdir. Onda bitki ağacın hiperonimidir. Ağac isə söyüdün hiperonimidir. Onda ortada qalan söz ağac, deməli, ağac bitki sözü üçün hiponimdir, söyüd sözü üçün hiperonimdir. Buna bax, diqqətli olmaq lazımdır ki, ağac sözünün ikili nə zaman hiponimdir, nə zaman hiperonimdir. Bitki sözünə görə ağac hiponimdir, söyüd sözünə görə hiperonimdir.